Başladı. Salamlaş, başla dərsə. Salam, mənim kanalıma xoş gəldiniz. Mən indi riyaziyyat dərsimi eləyirəm. Mən indi riyaziyyat dərsimi eləyirəm. Davay, baxaq. 5-ci-dəsən. Oxu. Əlini çırpdın ki. Hə. Oxu. Gölün sahilindəki 4 balıqçının hərəsi 3 balıq tutdu. Təkrar elə cümləni. Gölün sahilindəki 4 balıqçının hərəsi 3 balıq tutdu. İndi qeydiyyatı apar. Neçə dənə balıqçı var? Balıqçını yazırsan bir dənə. Balıqçı bir dənə. Hə, bir dənə balıqçını yaz burada. 4. Hədə yaz indi birində Ayhan. 4 Balıqçı. Bu yaz yanında biləsən. T qoy. Ha, ib yox qoymadın da, ib heç nə olmaz. Balıqçı. Aha, bildin də o balıqçıdır. Yox, yaz balıqçı. Yoxsa elə biləcəksən balıqdır. Balıqçı. Neçə balıq tutdu? Deyir, gölün sahilindəki 4 balıqçının hərəsi 3 balıq tutdu. İndi yaz 3 balıq. Hə, hamısı 3 dənə balıq tutub. 3 balıq. 3 balıq. Bu yaz pişiyə biləcəksən ki, o balıqdır o şey. Balıq. Sonra nə deyir? Oxu, ardını oxu. 3 balıq tutdu. Onu oxumusan ki, o bir cümləni oxu. Qayıqdakı... Qayıq nədir? Qayıq? Yəni... Qayıq Lotka balaca. Nədir o? Lotka. Qayıqdakı balıqçı isə 6 balıq tutdu. Qayıqdakı balıqçı isə 6 balıq tutdu. Deməli, sahildə 4 dənə balıqçı var deyir. 4 dənə var. 1, 2, 3, 4. 4 dənə balıqçı var. Hərəsi 3 dənə balıq tutub. Amma qayıqdakı neçə dənə tutub? Qayıqdakı 6. Yaz indi 6. Yaz. Yaz ora qayıqdakı. Qayıqdakı yazır. Hə, yaz qayıqdakı. Qayıq. Heyecanla. Dakı. Dakı. Treni qoy. Buradan. Hadi yanından qoysan da qızım, düşüb aşağıdan qoymayacaqsan ki. Qayıqdakı neçə balıq tutdu? Qayıqdakı 6. Hə, yaz yanında 6. Sonra nə soruşur? Oxu. Birinci gör nə istəyir səndən? Sahildəki balıqçılar cəmi neçə balıq tutdular? Dayan da, dayan. İndi bunu tap, bunun sualına cavab ver, sonra o bir suala keç. Bir sahildəki balıqçılar neçə balıq tutdular? Sahildə neçədən balıqçı var idi? İndi qeydiyyatına bax. 4 balıqçı var idi sahildə, düzdür? Neçədən balıq tutub o sahildəkilər? 3 dənə balıq tutub. Necə tapırıq? Ümumi neçədən balıq tutublar o balıqçılar? Ümumi balıqçı neçədən idi qızım? 4 balıqçı. De qeydiyyatına bax da, 4 balıqçı var, hə? 4'ü vururuq. Neçədən balıq tutub hamısı? 4'ü vururuq 3'ə. Deməli bax, o birisi də 4 dənə balıq, 3 dənə balıq tutub. Bax, Eldar da 3 dənə tutub. Akif də 3 dənə tutub. Hüseyn də 3 dənə tutub. Əbilfəz də 3 dənə tutub. Düzdür? 4 dənə oğlan, 4'də 3 dənə balıq tutublar. 4'ü vurduq 3'ə. Neçə elədi? 12 balıq tutublar deməli, düzdür? 4 vur 3 neçə eləyir? 12. 3 vur 4 neçə eləyir? 12. Deməli, sahildəkilər neçə balıq tutdu? Sahildəki 3. Aa. 3 balıq. 4'ü vurdun 3'ə neçə elədi? 4'ü vurdum 3'ə 12. Hə, sahildəkilər neçə balıq tutdu? 12. Ay, sağ ol. Deməli, sahildəki balıqçılar cəmi neçə balıq tutdular? 12. 12. Bunu yazdıq 12, bunu bildik. Balıqçılar birlikdə neçə balıq tutdular? Ümumi bütün balıqçıları soruşur. Neçə balıq tutdular? Deməli, yazırsan 12. Üstə gəl. Deməli, sahildəkilər 12 dənə tutdu. Görək, qayıqdakı neçə dənə tutmuşdu? Yadıva sal. Qayıqdakı neçə dənə balıq tutmuşdu? Qayıqdakı tutmuşdu. Qeydiyyatına bax da. Bax, qeydiyyat aparmışdın axı. Dəftərinə bax, qeydiyyat aparıbsan. 6. Hə, deməli 12 üstə gəl 6 yazırsan.
Niyə üçün elə yazdıq? Niyə 12 üstə gəl 6 yazdıq biz? 12 Çünki mama, sahildəkilər 12 dənə balıq tutdular. Qayıqdakı da 6 dənə tutdu. Biz də ümumi tapırıq görək hamısı bir yerdə cəmi neçə balıq tutublar. Axı bizdən onu istəyir. Balıqçılar birlikdə neçə balıq tutdular soruşur. 12-nin üstə 6-nın gəlsə neçə edir? 18. Ay sağ ol, yaz 18. Deməli 18 nə? Nə tapdın? 18 balıq. 18 balıq. Cümləni tam de. Nə tapdın? 18 nə tapdın? 18 Balıqçılar balıqçılar ümumi 18 dənə 18 balıq dənə tutdular. balıq tutdular. Sağ ollar. Sağ olun.